Və sonda qəhrəman şəhidlərimizin övladlarını bir araya gətirən 5-ci Yaşad düşərgəsi möhtəşəm anlarla sona çatdı. 7 həftə boyunca uşaqlar təbiət qoynunda dincəldilər, ustad dərslərinə qatıldılar və tanınmış simalarla bir araya gəldilər. Ən xoş məqamlardan biri isə odur ki, vaxtilə bu düşərgənin iştirakçısı olanlar indi özləri könüllü qismində balacalara dəstək verirlər. Yaşad düşərgəsindəki o sevinç dolu görüntüləri təqdim edirik. Yaşad düşərgəsinin iştirakçıları üçün 7-ci həftənin sonuncu günüdür. Proqramın ən maraqlı anlarından biri də məhz piknik saatıdır. Artıq illərdir bu düşərgə sayəsində bir-birini tanıyan dostlar son günü təbiət qoynunda əylənərək və müxtəlif oyunlarda iştirak edərək keçirirlər. Lənkəranın füsunkar təbiəti uşaqların sevincinə xüsusi rəng qatır. Çox maraqlıdır, hər şey çox gözəldir. Könüllərimiz burada bizlə çox yaxşı rəftar edir. Burada yeni dostluqlar qazanırıq, çox maraqlıdır. Yarışlar da maraqlı idi, maraqlı oyunlar oynadıq uşaqlarla, dostlarımızla bir yerdə. Çox yaxşı yerdir, yəni hamıya tövsiyə edirəm gəlməsini. Yaşad fonduna da təşəkkür edirəm bizi bura gətirdiyinə görə. Yəni çox mehribandılar, təzə dostlar əldə edirik, təzə maraqlı şeylər. Məsəl üçün təzə biliklər, savadları öyrənirik, təzə maraqlı məlumatlar toplayırıq. Düşərgədə uşaqların fiziki aktivliyi də diqqət mərkəzindədir. Səyyar avtobus vasitəsilə iştirakçılar üçün idman təlimləri və ustad dərsləri də təşkil olunub. Yeniyetmələr burada öz güclərini sınayır, çevikliklərini nümayiş etdirirlər. Günlərimiz əla keçir, vaxtımız səmərəli keçir, gəlirik, idman edirik, piknikə gedirik, hətta hovuza gedirik. Günlərimiz qəşəng keçir, fəaliyyətimiz çox olur. Yemək vaxtlarımız olur və istirahət vaxtlarımız olur və gəzintilərə də çıxırıq. Mənə görə bura əladır. Növbəti dayanacaq isə yarış meydanıdır. Burada da iştirakçılar öz güclərini yoxlayırlar. Həyəcan dolu anlarda uşaqların ən böyük dəstəkçisi və bələdçisi isə könüllülərdir. Düşərgənin ilk günündən iştirakçıların hər addımında yanlarında olan könüllülər uşaqların sevgisini qazanıblar. Ümumi bugünədək bu düşərgədə 50-yə yaxın könüllü iştirak eləmişdir. Könülləri biz xüsusilə müsahibə yolu ilə seçirik və bir məqama da toxunmaq istərdim ki, zamanında keçən illər bu düşərgənin iştirakçısı olan şəxslər bu günləri burada könüllü olaraq digər şəhid övladlarına dəstək göstərirlər və onların qayğısında dururlar. Könüllərimiz bu tədbiri burada iştirak eləməyə hər zaman çox istərək gəlirlər. Mən keçən il 6 həftə və bu ildə artıq 6-cı həftə burada könüllü kimi fəaliyyət göstərirəm. Uşaqlara özüm dost kimi yanaşıram, yəni iştirakçı kimi yanaşmıram, iş kimi baxmıram bu işə. Onlara dostum, bacı qardaşım kimi yanaşdığım üçün onlar da eyni səmimiyyəti məncə hiss eləyirlər. Və ona görə yəni könülləri bu qədər sevirlər hər kəlmələrində. 5-ci Yaşad düşərgəsi artıq yekunlaşır. Bağlanış mərasimində fondun rəhbəri növbəti mövsümün uğurla başa çatması münasibəti ilə iştirakçıları təbrik edir. 7 həftə boyunca biz nəzər salsaq, qəhrəman şəhidlərimizin əmanətləri burada biri-birindən maraqlı, əyləncəli proqramlarda iştirak etdilər. Eyni zamanda öyrədici təlimlərə cəlb edildilər, master klasslarda iştirak etdilər. Tanınmış müğənnilər onların qonağı oldu, idmançılarımız onların qonağı oldu. Öz sahəsinin tanınmış simaları ilə görüşdülər. Kino nümayəndələrindən, ədəbiyyat nümayəndələrindən, televiziya aparıcıları ilə və bir çox insanlarla görüşdülər, ünsiyyətdə oldular. Yaşad fondu şəhid övladlarının tibbi xidmət və təhsil xərclərini qarşılamağa davam edir. Həmçinin fond tərəfindən 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlər üçün Londonda 2 həftəlik yay məktəbi də təşkil olunub. Beləliklə 5-ci Yaşad düşərgəsi rəngarəng konsert proqramı ilə öz işini yekunlaşdırır. Toğrul Quluzadə, Atababa Vəliyev, Qasım Xuluflu, İTV Xəbər, Lənkəran.